3 turdur qələbə sevinci yaşamayan Turan Tovuz azarkeşi növbəti turda Neftçi klubunu qəbul eləyəcək. Görəsən həmin oyundan sonra Turan Tovuz azarkeşləri meydanı hansı halda tərk eləyəcəklər? Sevinərək, 3 xala sevinərək, yoxsa itirilən hər hansısa bir xallar? Turan Tovuzdan bəhs eləyəcək, gördüyünüz kimi tək deyiləm, Azar İsmail hər zaman olduğu kimi mənimlədir və qonağımız da var. Azar, qonağımız kimdir? Çox hörmət etdiyimiz Mehman Süleymanov, Tovuzluların da yaxşı tanıdığı, Turan Tovuz haqqında geniş bilgilərə malik olan həmkarımız. Kifayət qədər yaxın bir jurnalistdir, Tovuzlu azarkeşlərə. Mehman bəy, sual atəşində tutacağıq sizi, hazırsınızmı? Hazıram. Çox gözəl. Onda hansı mövzudan başlayaq? Mənə elə gəlir ki, Zirə ilə bağlı Zirə ilə olan görüşlə bağlı məqamlara toxunmağı saxlayaq ikinci və yaxud da üçüncü plana. Mövsümü necə dəyərləndirirsiniz və irəlidə elə də çox tur qalmayıb, 3 tur qalıb. Ümumiyyətlə Turan Tovuz adına sizcə mövsüm necə keçdi? Hardan Başlayaq ondan əvvəldən başlayaq. Gözləyirdikmi bu performansı? Biz bəzən verilişlərimizdə danışırıq, sanki komanda ora təyin olunan baş məşqçi gözləntiləri biraz daha artırdı və yaxud da bu heyətlə, bu situasiyada hazırki vəziyyəti normaldırmı komandanın belədir? Əlbəttə Qurban Berdiyev dəvət olunandan sonra aydın məsələdir ki, iddia artacaqdı. Buna uyğun büdcədə də öz sözünü dedi, transferlərdə də öz sözünü dedi. Amma açıq deyim, mən Qurban Berdiyevin komandasından daha baxımlı futbol gözləyirdim. Amma digər tərəfdən futbolda əsas məqamlardan biri nədir? Nəticə. Yəni belə bir söz var, qalibi mühakimə eləmirlər. Düzdür, hələ tam qalib olmayıb, qalib olmaq üçün gərək Avrokubka vəsqə qazansın. Çox təəssüf ki, Turan Tovuz xüsusilə də qış fasiləsindən sonra çoxlu xallar itirdi və nəticədə taleyi demək olar öz əlində deyil. Bax, bu futbolda pis bir məqamdır. Ümumilikdə əlbəttə komandanın aktivinə yazılası mövsümdür, çünki komanda uzun müddətdir Avrokubok zonasındadır. Xal itkiləri olmasa mən düşünürəm ki, komanda rahatlıqla 3-cü yerdə, hətta 2-ci yerdə də ola bilərdi. Unutmayaq ki, Turan Tovuz 3 dəfə Qarabağı məğlub edən komandadır. Bu böyük göstəricidir Turan Tovuz adına məqamlardan. Mən istəyirəm detallı danışaq ki, daha maraqlı olsun. Detallı danışaq. Elə detallı demişkən mən bir şey deyim. Mövsüm başlayanda misal üçün ilk 6-7 turu nəzərə alsaq, siz dediniz ki, gözləntiləri doğrultmadı. Ancaq birinci dövrəyə deyək. Bizdə 4 dövrəlidir, 2 dövrəli deyil, bilirsiniz ki. Qışa yaxın, məsələn, oktyabr, noyabrın ortalarına qədər hardasa öz gözləntilərinizi doğruldurdumu Turan? Bəli, doğruldurdu. Mən mövsümün əvvəlində də həmkarlarınızla, sizlərlə bəli, bizimlə də bu barədə söhbətimiz olmuşdu. Gözəl vaxt idi. Bəli, əminliyimi ifadə eləyirdim ki, Turan Tovuz mövsümün sonunda Avrokuboklara çıxacaq təmsilçilərimiz sırasında olacaq. Yenə də o inamımı ifadə eləyirəm. Düşünürəm ki, hələ ümid qalır. Düz indi Turan Tovuz finalda Qarabağ azarkeş eləyəcək. Bu normal şeydir. Çünki Qarabağ sözsüz biz bundan yəni Avropaya çıxmaq istəyirsənsə, gərək Qarabağ kuboku götürsün. Sabah götürəcəyi halda 4-cü yerin heç bir əhəmiyyəti yox, qətiyyən. Amma indiki məqamda Qarabağ qızıl döbləcəyi halda 4-cü yer medal verməsə belə dostlar, qızıla bərabər bir belə deyək də mövqe olacaq. Nələr əsas ölçün sözdür dedi. Roderick Miller, Denis Marandiç. Yəni bu iki müdafiəçi, üstəlik də Şəhriyar Əliyev, hansı ki qış fasiləsindən sonra bir dəqiqə belə oynamayıb və sonda da məlum oldu ki, Türkiyə klub rəhbərliyinin diqqəti, yəni qayğısı sayəsində göndərildi və o ortada yəni mövsüm onun üçün başa çatıb. Bir anı təsəvvür edin ki, Qurban Berdiyev mövsüm üçün skeleti qurur, 5-li müdafiə və 3 müdafiəçi birdən yoxa çıxır. Yəni qınaya da bilmirsən. Ona çox maraqlı bir nüans var da. İndi hər dəfə Turan Tovuz xal itkisinə məruz qalanda biraz sözsüz ki, tənqidi yanaşmamız olur. Bu itkilər var, hansı ki siz sadaladınız. Hal-hazırda ümumiyyətlə 5 itki var komandada. Bunu ora bağlamaq Turan Tovuzun hazırda müşahidə etdiyimiz uğursuzluqlarını birbaşa ora bağlamaq olarmı o problemlərə, o itkilərə? Əsas səbəblərdən biridir. Mən demirəm əsas ki, səbəblərdən biridir, amma birbaşa da bağlamaq olmaz. Mən bağlamıram. Mən düşünürəm ki, əsas səbəblərdən biridir. Daha çox Berdiyevin futbol fəlsəfəsində pressing, imkan daxilində rəqibdən topu tez almaq, standart vəziyyətlərə xüsusi diqqət və bir məqam da var ki, bu mövsüm bütün komandalar, hətta Qarabağ belə Turan Tovuzun standartlarından çəkinirdi və bu oyun göstərdi. Turan Tovuz dəfələr olub ki, standartlardan rəqiblərini cəzalandırır. Gözəl müşahidədir, Mehman müəllimin müşahidəsi gözəl müşahidədir. Yəni artıq bunu, yəni konkret hiss olunur ki, insan müşahidə edib və artıq ortaya bir nəticə çıxardıb ki, onun taktikası nədir. Mənə maraqlıdır ki, Qurban Berdiyev bundan əvvəlki komandalarda da sırf bu taktika ilə oynayırdı, yoxsa
Azərbaycan Premyer Liqasına uyğunlaşaraq siz qeyd etdiyiniz taktikadan istifadə edir? Çünki o qədər də açıq etiraf eləyək ki, vaxtı zamanımız olmayıb. Biz bilmirdik ki, Qurban Berdiyev gələcək. Yəni ona qalsa gərək bütün dünyadakı məşqçiləri izləyək ki, görək onlar nətər performans göstərir ki, bizdə necəsə olsun. Sizcə bura mı uyğunlaşdı yoxsa Ümumiyyətlə müşahidələrin belə deməyə əsas verir ki, nəticəyə oynayan məşqçidir ilk növbədə və hardasa dediyiniz kimi Azərbaycan Premyer Liqasına, Azərbaycan futbol mətbəxinə də uyğunlaşmağa çalışdı. Yəni unutmayaq ki, bu komandanın özəyi elə Ayxan Abbasov dövründə yığılmış futbolçulardan da, o həmin dövrdən qalan xeyli futbolçular var. Qurban Berdiyev əsas nəyə gəldi birinci? Yəni istəyirəm detallara toxunum. Yaxşı qapıçı komandanın yarısıdır. Birbaşa iki rus qapıçı gətirdi tanıdığı. Və fikir verirsinizsə, Pep Guardiola praktikası. Samok ehtiyatda qalsa, amma son 4 oyunda Samok özünü sübut elədi. Yəni iki demək olar bərabər səviyyəli qapıçıdır. Kubok oyununda sabahla yadınızdadırsa, Turantovuz orada məğlub oldu. Samok orada özünü çox yüksək səviyyədə göstərdi və elə ondan sonra Qurban Berdiyev belə danq elədi ki, olar. Yəni bu belə düşündü ki, mənim komandamın skeletində mütləq qapıçı mənim tanıdığım, güvəndiyim və Azərbaycan təbii ki, o tanımır, inanmıram ki, o hansısa güvəndiyi bir qapıçı olaydı. Başladı ondan 2 qapıçı. Yəni ümumiyyətlə bilirsiniz ki, dostlar, legioner limiti olan yerdə 2 əcnəbi qapıçı çox nadir hallarda olur və mətbuatın da haqlı tənqidinə məruz qalır. Onsuz da sən legioner limiti olan yerdə qapıçını qapıda əcnəbi varsa, deməli uduzursan. Qapıçını da əcnəbi. Sən məsələn Zirə nümunəsini götürək. Aydın Bayramov düzdür, özünü göstərdi, yeri gəlmişlər sabiq Turantovuzlu. Amma bir məqam da var ki, onun oynamağında legioner limitin çox böyük. Görürsən, çox adam dilə gətirmir. Braziliyalı qapıçı hansı ki, yayda necə performans göstərmişdi, həmin qapıçı Thiago mövsümü demək olar oynamayıb. Yəni çox az sayda oynayır. Burada bir məsələ var ki, 4 yerli oyunçu söhbəti var. İndi növbəti mövsüm təbii ki, bu limit olmayacaq. Ondan sonra artıq baş məşqçilər baş sındırmayacaqlar ki, hansı 4 nəfəri mən meydana buraxıram. Çox gözəl qeyd edirlər. Hamı çalışır ki, sahə oyunçularına tətbiq eləsin bu limit söhbətini. Qurban Berdiyev isə göz yumub bəzi məsələlərə və hər iki qapıçının ikisini də legioner olaraq oynadır. İndi sözsüz ki, növbəti mövsümdən böyük dəyişikliklər təkcə Turantovuzda yox, məncə bütün klublarımızda müşahidə edəcəyik. Dostlar, düzdür, 2 transferlər oldu. Bilirsiniz ki, əcnəbi müdafiəçilər gəlib yəni. Amma mənə görə müdafiə xəttinin xüsusilə də Marançı o heç əzmkarlığı ilə sürətli əsl cinah oyunçusu idi, sol ayaq, hücumların çox asistləri idi. Amma mənə görə müdafiə xəttinin əsas dirəyi Rodrik Millerdir. Yəni Rodrik Millerin hələ də oynaya bilməməsi Panayırmasın üzvünün birbaşa öz təsirini göstərir. İkinci bir məqam müdafiədə sol ayaqlı olmalıdır. İsmail Zülfüqarlı o effekti vermədi. Yəni İsmail Zülfüqar mənə görə hazırki Turantovuzun ən zəif bəndidir. Təəssüflər olsun. Mən çox istəyərdim ki, o futbolçu yəni özünü sübut eləsin. Çünki özünüz bilirsiniz ki, Neftçidə olduğu dövrdə onda çox şey söz verirdi və o Turantovuza icarə əsasında gəlmişdi. Özü çalışqan futbolçudur. Çalışqan futbolçudur, savadlı futbolçudur, amma məncə o deyil. Çünki onun sol ayağının olmaması hər dəfə gəlir, ötürmə verəndə topu sağ ayağına çəkir. Bu da rəqib bunu oxuyur. Var sol ayaq Rüfət. O da bilirsiniz ki, çox təəssüf ki, mən Rüfəti çox yaxşı tanıyıram hələ Qəbələ klubunda işləyən dövrdə. Bu futbolçu 23 yaşı var dostlar. O da 2 ayağından ağır əməliyyat keçirib. Və hər dəfə sintetik qazonda bu nə qədər desə də belə səmimi olsaq. Həmin o sintetikdən də əlavə o zədələr o özünü göstərir, psixoloji məqam var. Və xatırlayırsınız, Səba ilə maç oldu. O maçda da artıq demək olar oyunun əvvəlində əvəzlənməli oldu və ondan sonra da fikir verirsiniz ki, hələ də oynamır. Yəni Marandiç olmayandan sonra mənə görə İsmail Zülfüqarlı yox, Rüfət daha çox uyğun gəlirdi o həmin pozisiyaya. Amma Rüfətin də məlum dediyim kimi məsəl zədələr imkan vermir. İndiki məqamda bəli İsmail Zülfüqarlı. Amma digər sağ cinahda məsələn Faiqdan danışırıqsa, Faiq Hacıyev o da elə yerə gəlmişən Qəbələ akademiyasında uzun illər olub. Vaxtilə 1-ci liqada olub və unutmayaq ki, o da mövsümü tam çatdırır. Həmin effekti çox gözəl. Yəni döyüşkənliyi ilə seçilir, lazım gələndə müdafiəli mərkəzində oynayır. Biraz çatmır mənə elə gəlir. Bəzən eniş qalxış ola bilər, amma məncə olur. Mən də onu deyirəm ki, stabillik yoxdur. Yox, o bəllidir. Çünki Faiq əslində məncə cəmiyyətdə hər kəsdə Turantovuz cəmiyyətində azarkeşlər olsun, biraz başqa cür baxır da. Yəni komandanın öz yetirməsi, yeganə indi Tovuzlu futbolçudur və komandada elə bir komandada başlayıb və karyerasına yaxşı dönəmlərini keçirir. Hətta bir ara milliyə qədər yüksələcəyinə dair ümidləri var idi. Ona görə məncə biraz Faiqdən bağlı yanaşma başqadır və
bu mövsümü belə deyək, onun üçün yaxşı bir şans il oldu və Faiqlə hələ komanda bir neçə il müdafiənin həmin cinahına Faiqə həvalə edəcək. Komandanın ayrılmaz üzvüdür. Bundan qabaqki lap təzə biz bu podkastı başlayanda Faiqin yadındadırsa biz onun canlı oyununu izləmişdik. Çox ağız dolusu danışırdı haqlı olaraq. Təhlil eləyirik deyə Faiq haqqında fikirlərimi bildirirəm. Amma yəni o enişləri, çıxışlarına sözü amma o stabillik yoxdur da. Məsəl üçün bəzi oyunlarda Faiqi ümumiyyətlə görməyə bilirik və növbəti turda Faiqdən tam oyun boyu olmasa da bir neçə vacib momentlər Faiqdən qol görürük falan, amma stabillik yenə də çatmır. Burada da yəni hər halda problem var. Unutmayaq ki, dostlar, Faiq Hacıyevin Turan Tovuza gəlişində sabiq baş məşqçi Ayxan Abbasovun böyük rolu olub. Ona qədər Faiq Hacıyev aşağı liqada oynayırdı. Yəni futbol səhnəsindən demək olar getmişdi. Yəni amma Faiq Hacıyevi gətirdi. Ayxan Abbasovun ümumiyyətlə mən bir şey deyim, digər məşqçilərlə müqayisə eləyəndə o insan öz kəşfləri ilə və şərt deyil ki, sən bütün gənclərə həmişə yer verməlisən. Yox, gənclərə yer verən məşqçilər də görmüşük ki, nəticədə onun altını çəkiblər. Yəni gənc futbolçu Azərbaycanda nə dərəcədə biz yüksək futbol ölkəsiyik ki, hələ bir gənclərə də əsas heyətdə yer verək. Çünki praktika göstərir ki, alınmır da. Yəni bir nəfər futbolçu 17 yaşı olan kimi göstərici olsun deyə buraxanda onun altını çəkir klublar. O riskdir bizim klublar. Amma Ayxan Abbasov da çox belə indi məsəl üçün Şamaxıda bu praktikasından istifadə edir, görür, seleksiyası çox gözəldir. O cümlədən də Turan Tovuzda onun bax belə bir faydası da idi. Mövsümün ikinci yarısında ümumilikdə mövsümdə danışırsa dostlar, ikinci yarıda transferlər oldu. Yəni gəlin onlardan da. Qış transfer pəncərəsi. Bəli, Rəhim Sadıqov hansı ki belə deyə də uzun müddət müxtəlif klublarda oynadı və yenidən Sumqayıta qayıtmışdı. Orxan Əliyev Kəpəzin bombarder olaraq transfer edildi. Anton Kraskovski isə Dinamo Moskvadan bildiyiniz kimi Berdiyevin tanıdığı futbolçudur. Çox təəssüf ki, o futbolçulardan da belə gözlənilənlər almadı. Rəhim Sadıqov barədə deməzdim. Rəhim Sadıqov mənə görə yəni həminki, yəni daha çox gözləntilər var idi. Yəni Orxan Əliyev hücumda indi sonra da bir transfer oldu. Hansı daha böyük ümidlərdir. Çünki Portuqaliyadan transfer olmuş. Orxanın qol duyumunu siz də bilirsiniz. Çox gözəl özünüz bilirsiniz ki, istər Araz Naxçıvanda, istərsə Kəpəzdə. Amma Turanda nə baş verildi? Futbolçu gəldi, amma şans verilmədi. Amma ya bu suallar da ünvanlanır ki, niyə şans verilmir? Bir cavab var, məşqdə özünü kim yaxşı görür. Onda belə çıxır ki, bir akademiya yaratmalıdır orada baş məşqçi. Kim özünü yaxşı göstərsə bu 100 nəfər, 50 nəfər futbolçudan birini seçib heyətə qoymalı. Yəni futbolçu gəlibsə kluba, buna şans verilməlidir. Bir oyunla, iki oyunla qiymətləndirmək olmaz. Amma qış transfer pəncərəsi özünüz bilir ki, çox həssas, çox belə necə problemli bir dönəmdir. Amma bir şey də var da, Orxan gələndən nə qədər şans verir? Orxan Əliyev yaxşı bilirdi ki, güclü rəqabət olan mövqeyə gəlir. Orada legionerlər idi. Yəni Orxan Əliyev gələn kimi bir nömrə olmayacaqdı. Çünki orada hələ Orxan Əliyev gələndə unutmayaq ki, Otto Con da vardı. Mənə görə Otto Conun gedişi də Turan Tovuzun son vaxtlar xalçilərdə böyük təsir. Bunu görürdük. Bəli, mən daha çox ehtiyat qüvvə və yenə deyirəm Turan Tovuz və digər təbii ki komandalarımızda hamısı yerli oyunçu məsələsində. Orxan Əliyevin ora gəlməyi Qurban Berdiyevin seçimidir axı. İndi biz elə bir fikir formalaşır ki, Orxan Əliyev özü ora gəlib və özü də oyuna yox, ora gətirsə də ikinci şey kimi, ehtiyat heyət kimi görürdü Orxanı. Ora bir nömrəli hücumçu kimi gətirməmişdi. Okey, Otto Con getdi və kim əvəz elədi onu? Alex Souza, kim? Joralem də biz bilirik, biz onda potensial da bilirik, hardasa nəsə var, hiss olunur, amma ümumiyyətlə bizdə yerli hücumçulara adətən güvənilmir. 90% böyük əksəriyyət hallarda legionerlərə şans verilmək üçün. Və məsələn Turan Tovuz bilirsiniz ki, çox yaxşı start götürdü. 4-5 tura hətta lider sırası idi. Mən həmin vaxtlar oynayan futbolçulardan biri Tural Qurbanov idi. Məsələn bu futbolçuya demək olar şans vermir. Ondan bu yana cəmi bir oyun xatırlayıram Tovuzda. O da 90 plus neçənci dəqiqədə, yəni o da belə deyək də vaxtı uzatmaq, nəticəni saxlamaq səbəbilə sabahla maçı idi. Hansında ki Turan Tovuzun son vaxtlar yeganə qələbəsi məhz Sabah üzərindədir. Onda da unutmayaq ki, rəqibin də azlıqda qalmasına təsir olmuş. Məsələn o futbolçuya qarşı gözəl effekt verir ha. Biz Tural Bayramlı deyirik. Tural Bayramlı deyirik, bəli. Tural Bayramlı məsələn biz ona da sual vermişdik. O da hər dəfə vurğulayırdı ki, Tural Bayramlı çox yaxşı məşq eləyir. Məsələn mən onun oyununu bir də canlı izləmişəm. İnsan çox çalışqan. Yəni birdən-birə sildi o. Yəni o futbolçu ehtiyata düşə bilər, amma sonradan tədric onu. Yəni buradan birdən-birə silmək mənə də açıq deyə, yəni
anlamadım ki, sirr olaraq qalır ki, bu futbolçunu məsələn görürsən ki, oyuna alınmır. Məsəl üçün mən xatırlayıram elə mənə görə Turan Tovuzun əsas həlledici maçlardan biri, son maçlardan biri hansı oldu? Araz Naxçıvanla səfər maçı. Hansını ki hesabda irəlidə və utsaydı Araz Naxçıvanla xal fərqi çox az olacaqdı və çox böyük iddia olacaqdı ikinci yer. Çox təəssüf ki, əldən verdi və həmin maçda sonra mətbuat konfransında öyrəndik ki, oyun öncəsi məşqdə zədələnib və ciddi zədədir. Mövsüm Qapiyev əməliyyat olunacaq və həmin maçda xatırlayırsa bir əvəzləmə elədi cəmi. Orxan Əliyev meydana baxdı. Halbuki Alex Souza'nın yerinə. Oyunun gedişində həmin Tural da meydana buraxmaq olardı. Xəyal Nəcəfov da meydana buraxmalıdır. Sənə qələbə lazımdır. Sənə 3 dəfə oyunu dayandırmaq şərtilə 5 əvəz etmə varsa, niyə cəmi bir futbolçu istifadə etsin? Mən 2 futbolçu dedim ki, ən azı bunları meydana buraxmalı. Kimsə deyə bilər ki, Yunus Hüseynov idi onun yerinə. Əslində o aydın məsələdir. Göstərişlər, yəni belə bir məqamlar var ki, hansı ki tam anlaşılan. Yəni insanın fəlsəfəsini anlamaq mənə elə gəlir ki, çox çətindir hazır. Çünki nə qədər danışmışıq burada, özün bilirsən neçənci buraxılışımızdır. Jurnalistlər də olub, futbol mütəxəssisləri də olub, futbolçular özləri də olub, amma yenə də biz başa düşə bilmirik ki, bu insanın hansı hallarda, hansı gedişə getməlidir. Yəni bundan artıq da bir kritik moment ola bilərmi komanda? Yəni 3 tur qalır. Yox, orada bilsənlər məncə çox fəlsəfi yanaşır hər şey. Aşırı fəlsəfi. Biraz bilmirəm, bu şəxsi fikrimdir. Yəni bunu bir məntiqdən nəyisə bağlaya bilmirəm. Amma məncə biraz daha sadə yanaşmalıdır. Məsələn, hər oyundan sonra artıq son oyunlarda diqqət eləyirsə, əslində biz böyük məşqçilərə xarakterik səhət deyil. Hər oyundan sonra futbolçuları qınayır. Yəni mən bunlardan daha yaxşı gözləyirdim, amma səhv eləyirlər. Yəni sən bilirsən ki, futbolçular məsələn fərdi səhvlərə meyllidir. Biraz daha fərqli sistem olmalıdır. Yəni bunun üzərində işləməlisən. Artıq 3-4 oyundur ki, futbolçuların üzərinə atılır da belə deyək bir növ. Yəni məncə hamısı gedir Qurban Berdiyevin yenə gedir ona Azər. Mən sənə deyim, oradakı uğursuzluqlara. Onun səbəbləri ayrı indi müzakirə mövzusu. Qurban Berdiyev haqqında çox paradoksal bir mövqe yaranır. Təəssürat daha doğrusu yaranır. Nədən ibarət? Bir tərəfdən baxırsan ki, insanın müdrikliyi var, yanaşmasının altında nəsə gizlənir. Digər tərəfdən də baxırsan ki, yəni bunun yanaşması işləyərmi? Və nəticədə bu məşqçiyə inanaqmı, yoxsa yenə də öz bildiyini eləyəcək və nəticədə də verilən suallara, ünvanlanan suallara standart öz cavabını verəcək. Məsələn, gələn transferlər niyə meydanda yoxlanılmır? Məşqçi özünü yaxşı göstərsin, yox. Yox, bəlkə də biz mental olaraq buna alışmalıyıq. Bax bir məsələni deyim. Mental olaraq deyəndə, yəni bax futbolçularla danışırıq, təlim məşq toplanışları, məşqlər. Azərbaycan futbolunu bilmək üçün nə qədər savad lazımdır ki, bizdə birinci nə futbol var ki, hələ bunu çox belə böyük də bir analizinə gedək. Yəni kör gör. Mən nəyi nəzərdə tuturam? Xəyalla bağlı nə qədər demək olar? Xəyalla tək sən demirsən, mən demirəm. Mehman müəllim indi tək o demir. Ayxanı da deyirdi, amma Ayxanı qaytardı və indi bizim deməyimizdən yox, təbii ki, öz baxışından qaytardı, gördü ki, yəni əslində bunun ehtiyatda oturmağı yanlış addımdır. Mən nə demək istəyirəm? Məncə düşünürəm ki, bax biz futbolçularla da indi Mehman müəllim də klubun futbolunun içində bizdən daha çox içindədir. Futbolçular məşqlərdən və digər proseslərdən bilmək olur da məşqçinin necə olmağı. Yəni danışılanlar, görünənlər, məşqlər, qış və yay təlim məşq toplanışları, futbolçuların artırması, bütün proseslər bu adamın böyük məşqçi olduğunu və hamı bir ağızdan inanmalı olduğumuzu deyil. Amma ona məktəb kimi baxır. Amma Turan Tovuz Qurban Berdiyev üzr istəyirəm. Ora məktəb olaraq gəlməyib baxır. Yox, mən nəyi nəzərdə tuturam? Yəni bu onun adının böyüklüyü, sözsüz ona olan inam, əslində əslində futbol fəlsəfəsi biraz daha inkişaf etdirsən, həyatda itkilər, bütün mətləbləri bir yerə yığanda şəxsən mən düşünürəm ki, bu adama inanıb davam etmək lazımdır və çox yaxşı da nəticə qazanacaq. Yəni bu cür yanaşma ilə, bu cür işdən ola bilməz ki, sən 2, 3, 4, 5 mövsüm uğursuz olasan. Birincidə olmursa 2, 3, 4 bunların birində mütləq olacaq və böyük uğurlar olacaq. İndi biz etiraf eləyək ki, başqa klublar haqqında danışanda, başqa məşqçilər haqqında danışanda deyirik şans vermək lazımdır, vaxt vermək lazımdır, amma bir mövsümün ortasında artıq onun hesabdan silirik. Yəni istənilən məşqçi. Yox, bu mövsüm əlbəttə ki, Qurban Berdiyevin üstünə o qədər də yüklənmək, yəni konkret olaraq yuyub sərmək də düzgün deyil, amma çox mən istəyərdim, valla mən çox istəyərdim ki, bu mövsüm qutarandan sonra indi bilinmir nə olacaq. Turan Tovuzun hələ bu mövsümün sonuna planları bilinmir. Əlbəttə ki, turnir cədvəli və yaxud da ki, kubokun nəticəsindən asılı olaraq. Amma heç olmasa bir saat onun vaxtı olsaydı, gəlsəydi, çox suallarımı verərdim, bir danışardım ondan, deyərdim, Qurban Bekiyeviç, расскажите,
Rusca danışardım, ondan sonra tərcümə edib, o əziyyətin altına girərdim mən. Sözə-söz tərcümə edib qoyardım ki, bir bu yay tutacağıq. Getməsin. baba. Nə deyirlər? Baba deyirlər, bilirsiniz? Bəli, Tovuzda baba deyil. Baba Tamam, deyirlər. sizcə Qurbanberdiyevlə davam edilməlidirmi? Yəni inanılmalıdırmı? Və ümumiyyətlə baxışınız, müşahidələriniz nə göstərir? Məncə davam edilməlidir. Yəni biz sadəcə müşahidələrimizi ifadə edirik. Adekvat Biz beyin danışır. davam edilməlidir və o xatırlayıram bir müddət əvvəl biz sual da verəndə özü dedi ki, bəli, mən nəticədən asılı olmayaraq növbəti mövsümdə Tovuzda qalacağam, işimi davam edəcəm. Özü də maraqlıdır qalmaqda bu ki. Yəni biz tam onun üstünə də düşmürük. Unutmayaq ki, bəli, Tovuz futbolunun ənənəsi böyükdür, amma bu 3-cü mövsümdə Premyer Liqa qayıdan komandadır və bir ilk mövsümdə Azərbaycan futbolunda işləyən bir mütəxəssisdir. Ona görə də buna uğursuzluq demək də düzgün deyil, hətta Avropaya düşməsə belə. Təbii ki, bütün diqqətlər Kubokun finalındadır, amma az da olsa nəzəri cəhətdən şans qalır. Elə bayaq verişin əvvəlində vurğuladınız Neftçi ilə maç. Yəni son maçdır, həlledici maçdır, çünki Araz Naxçıvan da yanılmamsa Qarabağdan oynayacaq. Xal itirmə ehtimalı yetərincə çoxdur və Turan Tovuz Neftçini belə deyək, məğlub edəcəyi halda evdə həmin intriqa son 2 tura kimi qalacaq. Biz çox istəyirik ki, intriqa qalsın. İstər yəni qızıl medallarda alınmır, çünki hegemonluq var. Amma ikinci pilləndə artıq ikinci mövsümü görürük ki, onun da bir belə deyək də sahibi var. Zirə hansı ki, mövsümdən mövsümə artırır. Premyer Liqada qalmaq uğrunda mübarizədə də demək olar intriqa qalmayıb. Yəni Kəpəz bilirsiniz ki, Neftçini demək olar udmaq üzrə idi. Yəni o qolu buraxmasa Kəpəz də Premyer Liqada qalacaqdı. Amma hər halda 3-cü yer uğrunda mübarizədə indi yenə deyirəm, az da olsa Turan Tovuzun şansı var. Təbii ki, əsas diqqət ölkə kubokunda olacaq. Təbii ki, mövsüm yekunlaşandan sonra dostlar təhlillər olacaq ətraflı və yaxşı fikrini bitirsin. Artıq keçmiş səhvləri təkrarlamaq olmaz. İlk növbədə transfer məsələsində. Çünki Turan Tovuz Avropaya gedəcəyi halda birmənalı şəkildə güclənməlidir. Yəni bu Turan Tovuzla Avropada hətta ilk mərhələdə belə çox çətin olacaq. Reytinqi olmayan bir komanda və adi münasib saydığımız bir rəqiblə düşəcəyi halda belə mən heç əmin deyiləm ki, hələ bir qayıdan futbolçuların reabilitasiyası var axı. Onlar birdən-birə də çıxıb oynamayacaqlar. Etiraz eləmirsinizsə, yəni bu Turan Tovuz podkastıdır. O səbəbdən, yəni burdan yola çıxıb deyirəm. İstəyirəm Qarabağdan biraz, yəni baxanlara Turan Tovuz adına bu podkasta baxanlar, onlara həm də maraqlıdır ki, görəsən Qarabağ finalda hansı performansı göstərəcək. Niyə əldən verməlidir? Yox, niyə əldən verməlidir və yaxud da niyə əldən verməməlidir? Yəni sizcə Qarabağ finalda Sabaha qarşı. Mehman yəqin geniş danışacaq. Mən qısaca deyim şəxsi fikrimi. Birinci sən deyirəm, hə. Mümkün deyil ki, Qarabağ. Yəni nə edəcək? Yəni verməyəcək, götürəcək finalda. Birmənalı şəkildə bəli. Çünki neqativlər çoxalıb klubun ətrafında. Qarabağ mövsümü qızıl dubl etmək iddiasındadır. Qarabağın başında Qurban Qurbanov kimi mütəxəssis var, hansı ki hər dəfə mövsümdə yeni titul qazanmaq, titulların sayını artırmaq istəyir. Ona görə də Qarabağ finalın aşkar favoritidir və hansısa bir güzəştdən düşünürəm ki, söhbət belə gedir. Yəni mənə maraqlı olan birisi nədir? Qurban Qurbanov orada bütün gücləri ortaya qoyacaqmı ki? Sözsüz ki, hər iki komanda istəyəcək desin ki, kubok mənimdir. Yəni söhbət Qarabağdan gedir. Qurban Qurbanov bütün qüvvələri bərqərar eləyəcək, buna gedəcəkmi? Bütün proseslər onu göstərir ki, Qurban Qurbanov o ilə döyüşəcək. Amma bir məsələ var ki, kubok final bir oyundan ibarətdir. İndi burada Sabahın şanslarını yalnız ona bağlamaq olar. Məsələn, Qarabağ bir qırmızı aldı, bir penal oldu, ondan bir da hakim səhvə aqressivləşdi. Amma məsələn Araz Naxçıvanla da uduzmuşdu. Getdi cavab oyunda gördün nə ilə. Hər cavab oyunda bir yardan çoxunu heç nə etmədi. Dostlar, bir şey də unutmayaq ki, Vasili Berezovski gələndən sonra Sabah hələ ki Qarabağ uduzmur. Çox maraqlıdır. Bir hesablı bərabərliklərdir. Yəni Qurban Berdiyev də Turan Tovuza gələndən sonra Turan Tovuz Qarabağa uduzmurdu nəticədə Qurban Qurbanov dedi ki, Azərbaycanda yəni burada hər halda Vasili Berezovski də yəni belə deyir, Qarabağa hələ ki uduzmur və təbii ki Vasili Berezovskinin özünün də taleyindən çox yəni bu kubok bunun böyük ümidlərlə gətirildi ki, komanda yenə Avropaya yollanmalıdır. Çempionatda böyük uğursuzluq oldu, gəlin razılaşaq. Keçən mövsüm bürünc medalçısı indi gördüyü kimi 4-cü yerdə belə deyə də onun üçün əl çatmaz olub. Ona görə də yeganə şans və təbii ki titul Sabahın kuboku qazanmasına gedir. Bütün varlığıyla, bütün formalarda istəyir. Bunların da motivasiyası olacaq. Biz Neftçi ilə oyunda da gördük. Vasili Berezovski məsələ bir şeydir. Vasili Berezovski təkcə Sabahda Azərbaycan üçün nəticə üçün oynamır ha. Onun arxasında onu izləyən böyük Rusiya Federasiyası mediası var. Bəli.
futbol ictimaiyyəti var. Mən Match TV-nin səhifələrini izləyirik biz. İndi tanınmış telekanaldır da, xüsusən də post MDB ölkələrində. Hər dəfə o ya qələbə qazananda ya filan nəsə bir hər dəfə paylaşımlar olur filan, yəni orada bilirsiniz marketinq, böyük bir marketinq durumu var. Birincisi Vasili Berezovski əkiz qardaşıyla bir yerdə, bəli, Alekseylə bir yerdə Rusiya futbolunun canlı əfsanələrindən biri olub sözsüz. və karyeralarında nə qədər titullar var. Bu insanlar nəinki dəfələrlə ölkə daxili Rusiya çempionu oldu, yox, UEFA kubokunu da qazanıblar. Milli komanda heyətində bürünc medal, yəni Avropada oldu, yəni bunları kuboku yox. Yəni biz necə deyirik ki, Rəşad Sadıqov bizim üçün əsas əfsanə olub, mərkəz müdafiəçi. Yeri gəlmişik belə həmin onlar da Rusiya futbolunun bilirəm. Bir Berezovski olub, bu birinci. İkincisi bir məqam var. Rusiya futbolu məlum hadisələrə görə Avropadan təcrid olunandan sonra söz və qüvvət. Təəssüflər olsun. Məşqçilər və futbolçular onlar legioner həyatı yaşayanlar kimi acdılar. Çox diqqətdə saxlayırlar oyunçuları və Berezovski də bir daha vurğulayıram ki, hansısa bir sıradan oyunçu olmayıb. Bu məqam da var. Oyunçu üstəlik də Murad Musayevin uğurlar qazandırdığı Sabaha gəlib. Sabaha gəlib, bəli. Yəni futbolçu olaraq biz okey, yəni futbolçu Rusiya futbolunun canlı əfsanələrindən biridir. Bəli, bəli. Hə, amma baş məşqçi olaraq elə bir indi debütü bu Azərbaycandadır. Və buradan yola çıxaraq nəsə eləyə bilər. Çünki yəni sözümü nəyə gətirirəm? Onun da motivasiyası böyükdür. Amma burada onun üçün Azərbaycan bir tramplindir. Çox gözəl maraqlı oyun olacaq. Azərbaycan onun üçün bir tramplindir çünki uzun müddət gördüyünüz kimi Slutskinin köməkçilərindən biri olub, hansı ki keçmiş baş məşqçisi olub. Yəni ona bir şans düşdü. Çində işləyirdi, işsiz deyil idi. Sadəcə Çində daha yaxşı düşünürəm ki, maliyyə şərtlərindən imtina eləyərək, yox mən baş məşqçiliyə başlamaq istəyirəm və Azərbaycanda Sabah kimi yaxşı maddi imkanlara malik klub var və orada başlamağa qərar verdi. Yaxşı şərait olan bir klubdur və Sabah o şəraitin qabağında hər il Avropaya getməli bir komandadır. Amma biz Neftçi oyununda qalırıq. İnanırıq komanda ilə yer gəlmişəm, oyun qabağa yayımlanacaq. Biz elə danışdıq ki, yəni Neftçinin zadı başını buraxaq. Komanda xal qazanmır. Yox, əslində elə deyil. Çox çətindir. Ümidlər var. Neftçi bu dəqiqə elə bir vəziyyətdədir ki, yəni istənilən komanda onları udmağa qadirdir. Və düşünürəm ki, bu oyunda qələbə ilə və Qarabağda mütləq Araz Naxçıvanla qələbə oynayacaq. Çünki həm Qurban Qurbanov görürük, Sumqayıtdan oyunda da gördük. Yəni doymur və yəni belə deyək. Tam ciddiyyət var Azər. Tam ciddiyyət var. Yəni onlar üçün artıq çempionluq var. Bu maçlara bir yoxlama oyunu kimi baxaq, qeyri-rəsmi maçlar kimi ancaq finala düşmək yox. Bu maçlar finala hazırlıq xarakteri eyni zamanda daşıyır və eyni zamanda qələbə qazanmaq lazımdır. Bir də Araz Naxçıvanla bu kubok oyunları ondan qabaq bir gərginlikdə və intriqa yarandı. Orada bir məsələ var. Yəni Qurbanovda müdürkülük var. O hər hansısa bir futbol, yəni biz indi baxırıq, izləyirik, o elə belə bir şey deyil. O çox detallı bir şeydir. Yəni hər hansısa bir oyuna o eksperimental baxsa, yəni insan artıq çempionatda öz nəticəsini təmin eləyib filan və hansısa oyuna ancaq gənc heyət buraxmaq filan risk ala bilər. Yəni risk almaya yox, yəni uduza da bilər yəni bütün oyunlar belə. Həm də Qurbanov elə bir böyük məşqçidir ki, o idman prinsiplərinə də hörmət edir. Sözsüz. Yəni onun üçün həyatda bunu danışacaq. Ən önəmli, bəli, tam razıyam, bəli ki. Və bu oyunlarda düşünür ki, mən niyə hansısa komandanın taleyi ilə oynamalıyam? Mən futbolumu oynamalıyam. Düz indi o ayrı mövzudur, gənclərə şans verməksə, amma bu məsələlərin demək fürsət var. Bildiyiniz kimi son turda Amin meydana çıxdı. Yəni Azərbaycan gənclər var ki, tarixində ən gənc oyunçulardan olaraq çıxdı. Fürsət var, onlardan istifadə edir. İstifadə edir arada. O demək deyil ki, 90 dəqiqəsindən ancaq gənclər. Unutmayaq ki, əlin altında da rotasiyalar eləmək üçün yetərincə heyət var, rotasiyalar eləmək üçün. Amma bununla belə bütün əsas heyət oyunçularını qorumur ki, hə gəlin siz belə deyək də biraz mövsümün yorğunluğunu çıxarın, finala düşün. Yenə də həmin oynayır. Yenə də biz Zubiri meydanda görürük, Benziyanı görürük və digər futbolçuları görürük. Ona görə yetərincə rotasiyalar etsə belə hər maçda demək olar döyüşkən heyətlə Qurbanov rəqibləri qarşısına çıxır. Belə qısaca proqnozlarımızı verək Neftçi. Bu həftə 3 xala düşə bilər. Varmı proqnoz Neftçi ilə oyunda Qurbanberdiyev nə edəcək? Nə etməlidirən artıq danışdıq. Mənim fikrimcə ancaq hücum futboluna falan səncə oyun necə nəticələnəcək? Heyətdən bağlı çox maraqlı məsələlər var. Və itkilər getdi. 5 itki ilə yenə çıxacaq 100%. Bir pozitiv məqam Marandi Şəhərlərə başladı, bilmirəm. Və o demək ki, Neftçi ilə oyunda əsas heyəti mənim. Yox, məşqlərə başlamağını çox sevindim. Yox, Roderick Millerdə də pis getmir vəziyyət. İnsanlar bərpa prosesini keçirlər, uğurla da keçirlər. Turantovuzun çox ciddi problemləri var heyətdən bağlı və yenə çətin olacaq. Ümid standart vəziyyətlərədir.
ümid bilmirəm nəyə də, amma yəni qələbədən başqa şans yoxdur da belədir. Mehman müəllim nə gözləyirsiniz? Gözləntilər nədir? Yəni real vəziyyətə görə. Gözləntilər indiki məqamda, yəni Neftçi Avrokuboklara iddiasını davam etdirsəydi, təbii ki mən Torontovuzun şanslarını o qədər yüksək qiymətləndirməzdim. Amma indiki məqamda Neftçi də artıq belə deyək də yeni mövsümün belə deyək planlarını cızmağa başlayır və baş məşqçi Samir Abbasov demək olar hər oyunçuya şans verir ki, qərar versin ki, kimlə yola davam edəcəyəm, kimlə yola davam etməyəcəm. İndiki məqam Neftçi prizmasından yanaşsaq, ancaq əsas diqqətlər ona yönəlib. Çünki xeyli legioner var, onların bir çoxu mən düşünürəm ki, heyətdə təmizləmə əməliyyatına və restarta ehtiyac var. Torontovuz birmənalı şəkildə qələbə, yəni bunu deməkdən başqa, yəni bunu demək lazım deyil. Aydın məsələdir, turnirin cədvəlinə baxırsan və son şansdır. Yəni artıq bu tur sən büdürəsən, demək olar 3-cü yerdə əldən gedir. O deməkdir ki, sən kubokun finalı gözləyirsən. Amma təbii ki, Qurban Berdiyevin ilk mövsümdə medal və birbaşa Avrokuboka yollanmaq çox böyük nəticə olardı. Buna da yenə deyirəm, nəzəri cəhətdən şanslar qalıb. Özündən asılı olmasa belə taleyin bunun üçün sonadək vuruşmaq lazımdır. Bir neçə dəfə bizə deyiblər Qurban Berdiyevin tapşırığını futbolçular yerinə yetirir. Mən də öz proqnozumu vermək istəyirəm. Bunu nəzərə alaraq futbolçular Qurban Berdiyevin və məşqçilər korpusunun tapşırıqlarını tam olaraq yerinə yetirə bilmirlər. Bu günləri Torontovuz heyətində Amil Yunanov olan Şəfa ilə oynasa belə yenə də heç deyəcəm. Odur ki, qələbə proqnozu verə bilmirəm. Mehman müəllim, və son sualımız, mövsüm də sona doğrudur. Cəmiyyət olaraq yeni mövsümdən Premyer Liqada klub sayı artır, bölgələr gəlir və bu mövsüm mən düşünürəm ki, Torontovuz bölgələrin futbolda rolu mövzusunda çox yaxşı nümunə oldu. Bütün mənalarda azarkeşi klubun bir növ belə deyək müstəqilliyi və digər bu kimi məqamları nəzərə alsaq, Torontovuz bu mövsüm Premyer Liqamızda hansı yerdə idi, necə görünürdü sizə? Bundan əvvəlki ilk 2 mövsümdə biz Tovuzda azarkeşlərin stadionu doldurduğunu görmüşük və statistikada da rekordlar olmuşdu. Bu rekordlar davam elədi. Burada 2 məqam var. Birincisi Torontovuzun iddiasının artması, artıq açıq şəkildə bəyan edildi ki, məqsəd Avrokuboklardır. İkinci də Qurban Berdiyev amili, hansı ki belə bir mütəxəssis heç kimin gözləmədiyi halda Azərbaycana gəlir və təbii ki, baba deyilə çağırılan bir mütəxəssisin belə deyək ətrafında toplaşdılar. Və uduzsalar belə sonda hər dəfə komandaya dəstək alqışlarla yola salınır. Yəni Tovuz azarkeşi birmənalı şəkildə rəng qatır və həmişə demişəm, bir daha vurğulayıram. 12-ci oyunçu funksiyasını yerinə yetirən sözün əsaslanması komandanın biridir. Dəfələrlə görmüşük səfər maçlarında hiss olunmur ki, Torontovuz belə deyək də tribunada boş qalıb. Mərdəkanda biz hətta orada belə deyək rəngarəng bir musiqi ifaçaları Arazaqsan deyirəm. Neftçi arenada hər dəfə qapının arxasında bir canlanma görür. Həm xalq mahnıları, həm də belə deyək də eyni zamanda müasir o bildiniz nə? Başa düşdüm, hə. Yəni çox maraqlı idi həqiqi mənada bu məqam var. Və icazənizlə son olaraq təbii ki, klub barədə görülən işlərdə mütləq vurğulamalı. Çünki biz əsas komandadan danışırıq. Bəli, əsas komanda hər bir rəhbəri istəyir ki, əsas komandası nəticə qazansın. Amma bu peşəkar futbol klubudursa, təbii ki, bütün işlər görülməlidir və biz son vaxtlarda çox müşahidə edirik. Yeni belə deyək də açılışlar və hər dəfə biz orada iştirak edirik. İstər Tovuzda yeni bina, hansı ki, əsas komandanın ixtiyarına verildi və artıq akademiya əvvəlki binada olacaq. Yəni həmin sıxlıq olmayacaq. Və ikinci də Kürdəxandakı gözəl meydança artıq nəhayət təbii oturma meydançası var və Berdiyev də məni görən kimi bir xatirə şəkli gətirəndə dedi ki, nəhayət bizim də təbii meydançamız oldu. Yəni necə sevincini məndən bölüşdü. Çünki görür ki, demək olar hər oyununa gəlirik və onun üçün nə qədər təbii otda oynamağın belə önəmini 3 saniyənin içində bir ifadə elədi mənə. Yəni bütün işlər çox təqdirələrdir. Yerli jurnalistlərimizi Berdiyevin tanıması bir göstəricidir. Onu da vurğulamaq lazımdır ki, hər dəfə təmkinlə suallara qulaq asır və təmkinlə də cavab verir. Yəni bəzən bizdə kənardan gələn mütəxəssislər, məsələn Murad Musayevin nümunəsi var idi ki, xud çox vaxt jurnalistlərlə belə deyə də razılaşmırdı, belə aqressiv davranırdı, amma
bu olmadı. Hə, var idi. Sual mübahisə- deyirdi evdə arvad da nə bilim nə edir o. Yəni sualda məsələn deyir ki, niyə məqsədi nədir bu sualı verməkdə misal üçün. Amma biz Qurbanberdiyevdə tam başqa davranış. Düzdür, çox təəssüf Qurbanberdiyev adına ki, ilk qırmızı vərəqəsini də Azərbaycanda aldı. Özü də etiraf elədi ki, buna qədər qırmızı vərəqəm olmamışdı. Özü onu da etiraf elədi ki, gərək emosiyalarıma hakim olmalıydım. Yəni öz səhvini etiraf elədi və ona görə bildiyiniz kimi iki oyun kənarda oldu. Tozlar bunu yersə deyir, hə, kef elə, yaxşı eləmişsən. Yaxşı eləmisən, olar. Bir sözlə Turantovu düz yoldadır. Rəhbərliyin gördüyü işləri, xüsusilə də Ehtiram müəllim Quliyevin gördüyü işləri vurğulamalıyıq və gələcəyə görülən yatırımlardır. Və gec-tez mən əmin olun ki, bu əsas komanda nəticəsini verəcək. Özü də Ehtiram müəllim vurğulayır ki, istəyir Avropaya getmək. Bu mövsüm olacaq. Olmayacaq, növbəti mövsüm olacaq. Yəni ona görə də rəhbərlik də hiss olunur ki, gətirdiyi təcrübəli mütəxəssisin arxasındadır. Vallahi hər dəfə çıxışlarımız da olub. Adam indi yenə də insan yazıqdır, o qədər əziyyət çəkir, o qədər, yəni kim üçün eləyir? Ola bilməz ki, orada onun xüsusi bir, necə deyim, bir xeyri mi var falan. İnsanın yanaşması bəllidir. Sadəcə olaraq biraz mane olmaq olmaz. Təki Azərbaycan futbolu. Özə onlar çox külli miqdarda vəsait tələb olunan söhbət işlərdən gedir. Ən azı bir tablonu götürək. Xalq onu unutmayaq ki, Tovuz şəhər stadionunun tablosu yox idi. Tablo gəldi. Projektor yox idi. Projektor quraşdırdı. Projektorun başına iş gəldi. Projektor anında o problem bizi tanış elədi çay qırağında. Təbiət də sanki qarşıdı ona. Yəni yəni belə bir o görüşdə yer gəlmişən nələrsə deyildi, nə vaxt başlayacağından bağlı sayğıra. Doğrusu heç soruşmamışam. Ümumi məlumat verildi ki, yaxın gələcək nəzərdə tutulur. Təbii ki, orada sənədləşmə ilə bağlı bir işlər var. Ondan sonra amma görülən odur ki, orada bir hikmət var. Siz onu bilmirsiniz. Siz onu bilmirsiniz. Ora o məkan olaraq, yəni sən Tovuzdansan, mən də Tovuzdanam, amma mən düşünmüşəm onu. Ora geoloji olaraq, yəni coğrafi baxımdan o qədər əlverişli bir yerdir ki, söhbət nədən gedir? İstəyir külək olsun, nə olur? Yəni təbiət bilirsən, yağışı var, küləyi var. Şıltaqlığı sözün deyir təbiətdən. Ora şıltaqlığın qarşısını alan bir yer. Yəni futbolçuların orada daha çox böyüməsi üçün, daha çox belə deyək də təbii, sağlam bir oksigeni daha çox saxlayır zona olaraq. Özünüz də maraqlana bilərsiniz. Yəni coğrafi baxımdan beyin dincələcək. Çox uğurlu bir yerdir. Çox uğurlu bir yerdir. Yəni mən bilmirəm Ehtiram Quliyev və onun komandası buna nəzərənmi oranı seçiblər yoxsa yox, amma ora çox uyğun bir yer. Belə qarşıda Neftçi ilə vacib, çox olduqca vacib bir maç gözləyir. Turan Tovuz meydanında əlbəttə ki, böyük bir anşlaq gözlənilir. Biz isə növbəti turdan sonra öz buraxılışımızı davam etdirəcəyik. Sağ olun, salamat qalın.